Azərbaycan Dillər Universitetində ənənəvi məzun günü keçirilib. Bildirilib ki, universitetdə həyata keçirilən müasir təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və əldə olunan akademik nailiyyətlər gənclərin mütəxəssis kimi yetişməsinə mühüm töhfə verir. Tədbirdə yüksək akademik göstəricilərlə fərqlənən tələbələr təltif ediliblər. Məzun günü bədii hissə ilə davam edib. Azərbaycan Dillər Universitetinin Bugün onların məzun günüdür. Onlar ali məktəbdən ayrılıb böyük həyata addım atırlar. Uğurlar arzulayıram. Təkcə bizim universitetin yox, bütün digər universitetin tələbələrinə də can sağlığı, uğurlar. Biz yaxşı tələbələrimizə əlimizdən veririk. Təbii ki, biz 4 il bu tələbələrlə birlikdə həm ağladıq, həm güldük, həm onların yanında olduq. Onların bütün problemlərini həll etdik. 2022-ci ildən başlayan yolum Azərbaycan Dillər Universitetində nəhayət sona çatdı. Jurnalist olmaq mənim üçün şərəflidir. Jurnalist olmaq mənim üçün Zərdabi irsinə şərəflə, ləyaqətlə sahib çıxmaqdır. Həm çox xoş, həm də çox kədərli gündür. Çünki dostlarımızdan, tanışlarımızdan, partalarımızdan ayrılırıq. Həm də yeni bir hekayə, yeni bir həyat başlayır. Nə xoş mənə ki, belə bir universitetdə jurnalistika ixtisasında təhsil almışam.